izləyicilərimi salamlayıram. Bugün yenə sizlərləyəm. Bugün sizlərə hamının sevdiyi kələm turşusu ilə kal pomidor turşusunu birlikdə necə qoyduğumu bölüşəcəm. Bu videomu keçən il çəkməyimə baxmayaraq, bu il vaxt tapıb sizinlə paylaşa bildim. Bunlar yeni əkdiyim reyhanlardır. Almaniyada qara reyhan olmadığı üçün özüm əkirəm. Balkonda əkdiyim tərəvəz və yaşıllıqlardan da yığıb şorabama əlavə edəcəm. Təzə nanə, cəfəri, kəklik otu. Bu da alıb qurutduğum acı biber. Kələmi, pomidoru, çuğunduru, kökü yuyub doğradım və əlavə olaraq da öz yaşıllıqlarım. Bir də dəfnə yarpağı, duz və 25% sirkə qoşdum. Mən 5 kiloluq qablar götürdüm. Kələmləri çox da xırda doğramadım. Ara sıra doğradıqlarımı sıra ilə qaba yığdım. Bizdə acı çox sevmədikləri üçün mən biberi az əlavə etdim. Məndə 5 kiloluq qab olduğu üçün 5 xörək qaşığı düz əlavə etdim. Çünki hər kiloya 1 xörək qaşığı əlavə edirəm. Bu videoya baxmağa davam edirsinizsə, elə indicə abunə olub bəyənməyi yadınızdan çıxartmayın. Sizlər mənə dəstək olduqca bu tip videolar daha çox gələcək. Belə hazır videolarım çoxdur. Zaman tapdıqca sizlərlə bölüşəcəm. Beş kiloluq qaba 2 xörək qaşığı 25% sirkə də əlavə etdim. Əlbəttə ki, siz zövqə görə daha az və ya üzüm sirkəsi də əlavə edə bilərsiniz. Hətta sirkəsiz də turşunu qoya bilərsiniz. Əgər kələmi çoxdursa, su tökməyə gərək yoxdur. Onsuz da kələmin suyu çıxacaq və daha xırçıltılı olacaq. Artıq qalanları da vidrəyə doldurdum. Baxın, bir həftəyə suyu çıxdı.
hazır olana kimi suyu hələ də çıxacaq. Əgər siz də bu videoya baxıb həvəslənib turşu qoydunuzsa, sizə də indidən nuş olsun.